Məhəbbət obyektinin inkişafı, sevmək bacarığının inkişafı ilə əlaqədardır. Anadan olmasının ilk ayları və illəri uşaq çox sıx şəkildə anasına bağlı olur. Bu bağlılıq uşaq hələ ana bətnində olarkən, onların iki ayrı-ayrı varlıq olmalarına baxmayaraq, vahid birlik təşkil etdikləri zamandan başlayır. Bəzi məsələlərdə doğuluş vəziyyəti dəyişdirir. Lakin bu dəyişikliklər göründüyü qədər də çox olmur. Körpə, bətindən kənar həyata daxil olmasına baxmayaraq, hələ də tamamilə anasından asılıdır. Lakin günlər keçdikcə o daha müstəqil olmağa başlayır. Yeriməyi, danışmağı, ətraf aləmi tanımağı öyrənir və beləliklə də onun anası ilə əlaqəsi məlum dərəcədə həyati önəmini itirir. Əvəzində isə ata ilə münasibətlər daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Ana öz körpəsini, onun hansı ehtiyaclarını ödədiyi və ya ümidlərini doğrultduğu üçün yox, övladı olduğu üçün sevir. Mən heç də demək istəmirəm ki, hər bir ata və ana övladlarını məhz o cür sevirlər. Mən onların şəxsiyyətində təzahür edən atalıq və analıq başlanğıclarını nəzərdə tuturam. Qeyri-şərtsiz məhəbbət nəinki uşağın, istənilən adamın ən güclü arzularından biridir. Digər tərəfdən hansısa yaxşı cəhətlərinə, məhəbbətə layiq olduğuna görə sevilirsənsə, birdən mən sevgisini qazanmağa çalışdığım insanın gözündən düşərəm və s. kimi bu cür şübhələr yaranır. Məhəbbətin yox olması qorxusu peyda olur. Bundan əlavə qazanılmış məhəbbət həm də ona görə acınacaqlı hisslər yaradır ki, sən özün olduğun üçün yox, kiminsə xoşuna gəldiyin üçün sevilirsən. Biraz da dərinə getsək, heç sevilmirsən, istifadə olunursan. Təəccüblü deyil ki, uşaq yaşlarında olduğu kimi böyük yaşlarından sonra da insan ana məhəbbətinə daim ehtiyac duyur. Ana məhəbbəti bir çox uşağın payına düşür. Böyük adam üçün bu istəyin ödənilməsi daha çətin olur. Nisbətən əlverişli inkişaf şəraitində bu istək normal şəhvani məhəbbətin bir hissəsi olmağa, çox zaman dini, daha əksər hallarda isə nevroz formasında təzahür etməyə başlayır.